Buna nə qiymət vermək olar? Cənubda yaşayan soydaşlarımız, qan qardaşlarımız, bacılarımız, sizin keçirdiyiniz bütün narahatlıqları başa düşürük. Və sizdən bu narahatlığa görə üzr istəməyənlər əvvəl-axır nəticəsini görəcəklər. Dostlar, bu danışan kimi tanıdınız? Bu danışan kimdir? ARB kanalında, ARB dövlət kanalıdır. Bu qadın çıxıb efirə, son bir danışana bir şey verin, müraciətinə. Acaba bu qadın tərtərdə oğlunun başına sidiyə getməyə məcbur edilən, sonradan da gedib buna görə intihar edən qadın haqqında bir kəlmə danışıbmı? Bu qadın tərtərdə lom soxulan, cinsiyyət orqanına elektrik verilib sonsuzlaşdırılan oğlanlar, kişilər, onların dağılan ailələri ilə bağlı bir kəlmə dilə gətiribmi? Bu qadın Tətər qatillərinin məsuliyyətə cəlb edilməsini tələb edibmi? Bu qadın Eurovision'da qanunsuz həbs olunan, ömürlük həbsə məhkum edilən adamlar haqqında bir kəlmə danışıbmı? Bunlar hamısı bir yana. Bu qadını oxuyan məxluq, mən buna da qadın deyə bilmərəm. Bu məxluq bugünə qədər bunun həmkarları da qızlar həbs olunub, Abzas TV-nin əməkdaşları, Meydan TV-nin əməkdaşları, onların müdafiəsi ilə bağlıdır. Bir kəlmə söz deyibmi? Baxın, görün, ikinin qızına danışır. Əvvəl-axır siz öz müqəddəratınızı həll eləyəcəksiniz. Sizə öz hüquqlarınızı verməyən rejim öz süqutunu mütləq görəcək. Siz düz yoldasınız, yolunuz düzdür, hərəkətiniz düzdür, arzularınız, istəkləriniz düzdür. Başınızı dik tutun. Mübarizədən səngiməyin, nə gecikməyin, nə tələsməyin. Əsas odur, haqsızlığa baş əyməyin, özgürlüyünüzü. Burada bir nəfər yazır ki, bu çoxdan olubdur. Dostlar, çoxdan olub ya indi olub, dəxli yoxdur. Mən dedim, baxı, söhbət beynəlxalq münasibətlərdən gedir. Lab olsa 15 il bundan qabaq, 50 il bundan qabaq. Azərbaycan arasında, Azərbaycan dövlətinin televiziyasından sənin İranda yaşayan türklərə bu müraciətin hansı haqqa, hansı hüquqa söykənir? Və bundan sonra sən İran tərəfdən, İran dövlət tərəfindən xoş münasibət gözləyə bilərsənmi? Bilsin bu nə demək istəyirəm, bunları ne verim, göstədirəm sizə. Son vaxtlar İsrailin bu bombardımanı deməli həyasız terror hücumundan sonra məhz bu hücum getdiyi bir dövrdə durub İranın bizə keçmiş münasibətini, Zəngəzura münasibətini, Qarabağ münasibətini, erməni münasibətlərini bəhanə edib danışan adamlar hamısı nökəsi eləyir sionizmə. İsrail'e nökəsi eləyirlər, hamısı istinazlı olaraq. Mən İranın bizə münasibətinin səbəbini sizə edirəm ki, bütün bu şeylərdən sonra İrandan nə gözləyirsən ki sən? İran sən sağ ol demə, qardaş deməlidir. Sən atıb dövlət televiziyanda mənim dövlətimi parçalamaq üçün çağırış eləyirsən. Hə ki, bu adam bir bloger deyil, bu danışan adam. İndi üzr istəyirəm sizdən, bu danışa bayaqdan Hərci xanım orada mənə gözünə qardır, barmaq silkəlir ki, Azərbaycan xalqının nə bilim, aktrisası nədir, onun haqqında çox danışma. İstəyirsən, dündən miqyaslı bir aktris olsun. Fərqi yoxdur. Adam danışan qanmalıdır axı, başa düşməlidir ki, bunu eləmək olmaz. Bu dövlət televiziyasıdır. Sən bir blogersənsə, məsələn, mən oturmuşam burada Londonda, İngiltərədə danışıram. Maliyyəmi xalqdan alıram, sən mənə maliyyələşdirirsən, heç kəsdən asılı deyiləm. İstədiyimi danışıram. Və mənim danışığım əzizən vətənlər, mənim özüm bağlayır. Yəni, məsuliyyət mənlikdir. Mən buradan sabah hər hansı bir cinayət xarakterli əməl törətsəm, bu mənim özüm üçün ziyanlı olacaqdır. Misal üçün, terrora çağırış eləsəm, ixtişaşlara çağırış eləsəm, yandırın, dağıdın. Bu necə ki, mənə şərliyib, ilham eləyib, 14 il hökm veriblər. Yeri gəlmişkən, bu nə həyyası damlardır, yadıma düşdü. Bu Ədliyyə Naziri, o məhkəmə şurasında tərbiyəniz olsun, adam olun. Mənim haqqımda hökm çıxarmışsınız. Onu integras edilməm, şəxsi o
məhkəmə portalına şəxsi kabinetimə mən görüm axı şikayətimi eləyim, görüm mənə 14 il niyə vermirsiniz? Əslən vətənlər, mənim haqqımda 14 il hökm çıxarıblar, mənə iş veriblər və işi məndən gizlədirlər. Bir Azər Yəhyayev adlı bir uşağı da mənə görə bəlkə təyin ediblər. Azərə də zəng edirəm, qası yalandan deyir, alo, mən sənə işdirəm. Elə ki, mən onu təhqir edirəm, deyirəm ki, utanmırsan sən. Deyir, niyə mən deyir, oğluma zəng edibdir ki, ata niyə mən deyir, ayıb olsun sənə. Evet, tərbiyəsiz deyirsə mən eşitmirəm səni. Adam özün qoyu karığa, bilən ki, mən səsindən tanıyır. Mən deyən kimi ki, Qurban Məmmədovdur. Deyir, alo, eşitmirəm mən, alo. Cavan oğlan deyir. Azər Yəhyayev, tanıyın havelli adamlara müraciət eləmin. O vəkil deyil. Dələduz alçağın biridir. İtdir, hökumətin itidir köpü. Alçağın biriymiş. Bu cavan olsan bu yaşda belə namuslu olasan, sonra deyirsiniz ki, bunu sən niyə belə acılıysan? Bu onlara mən qandıra bilmirəm ki, bana çıxmırsan mənim işimə. Yəni sağ olsun, başkalarının mesela işdən çıxan vəkillər var orada. Onlar apresa şikayət veriblər, dəvrim gedirlər, apresa baxır. Onların hamısını hökmdən burada izləyə bilirəm. Özümdən başqa dostlar, hamını hökmdən izləyə bilirəm. Niyə onların işini şəxsi kabinetlərə yerləşdiriblər? Mənimki yerləşdirmirlər. Belə həyaslık olmaz. Nəysə qayda qozmuyor özümüzə. Deməli dostlar, bu qadın Azərbaycan Dövlət Televiziyasında danışır və onun mövqeyi Azərbaycan dövlətinin mövqeyidir. Müstəqilliyinizi, azadlığınızı sizin əlinizdən heç kim ala bilməz. Arxanızdayıq, yanınızdayıq, ürəyimizdəsiz, içimizdəsiz, dilimizdəsiz. Azərbaycan haykıran dilinizə qurban olaq. Amin. Sizin milli ruhunuzu tapdalayanlar, sizi zəif sayanlar, başınızın üstündən oyun oynayanlar, öz iplərini öz boğazlarına dolayanlar, düşmənlərimizi dost sayanlar, əvvəl-axır bunun nəticəsini görəcəklər. Ey azadlıq aşiqləri, sizi sevirik. Azərbaycan haykıran dilinizə qurban olaq. Sizi heç zaman yaddan çıxarmadıq ki biz. Eşidirsiniz dostlar. Bunu yazıblar, qoyublar qabağına. Oradan oxuyur. Aktrisadır. Kişinin qızı belə də. Mən bilmirəm bu kimdir, nə aktrisadır belə. Mən tanımıram. Bunun belə sənətkarlığı harada görsənir mən bilmirəm. Amma bunun bu müraciəti var. Bunun müraciəti birbaşa beynəlxalq hüquqa qonşuya qarşı nifrət aşlayır və qonşunu bizə düşmən eləyir. Və bu məhkəməni oxudan adam ləyəqətsiz alçaq adamında ağlı ya yoxdur ya da ki 100% ağlı var. Mən buna əminəm. İlham Əliyevin tapşırığını eləyir. İlham Əliyev İran əleyhinə belə iş aparır. Azərbaycan deyəndə gözünüz necə gülürsə, üzünüz də bir gün güləcək. Bir gün yuxudan ayılanda görəcəksiniz ki, hər şey öz dilinizdə, bütün işlər öz əlinizdə, müstəqilliyiniz öz dərdinizdə. Burada yazırlar ki, Dilarə Əliyev adı kimdir? Mən bilmirəm kimdir bu. Ay Dilarə, o Təbrizdəkilər ayıldılar, sən deyən kimi. Ayılanda görülür başlarına İsrail ilə Amerika bomba düşür. İsrail ilə Amerika bomba dökür başlarına. Zəfəriniz öz dizinizdə, qalibiyyət öz gözünüzdə olacaq. Buna əmin olun. Əliniz, qolunuz, mübariz ruhunuz yorulmasın. Gecə gündüz səyiniz, müqəddəs əməyiniz azalmasın. Çörəyiniz özünüzdən, suyunuz özünüzdən, köməyiniz Allahdan olsun. Əl-ələ, bel-belə, qol-qola, baş-başa mübarizəni vurun başa. Onsuz da molla rejimi düşüb təlaşa. Biz də İşte dostlar. Vurun başa, düştü təlaşa. Sənim in yaşa. Bunlardan haşa. Əslən vətənlər. Azərbaycan televiziyası İran dövlətinə qarşı bu düşmənçilik təbliğatını apara biz İrandan, sən niyə Zəngəzura, sən niyə Ermənistana belə dedin deyə bilmərik. Amma və lakin, bu qədər həyasızlığın qarşısında bir dəfə də olsun İran televiziyası Azərbaycanda yaşayan tarixçilara müraciət eləmədi ki, tarixçilər qalxın ayağa, bu türklər sizin hüquqlarınızı pozur, dilinizdə danışmağa imkan vermir,
Sizin dilinizdə məktəb açmır. Talış dilində universitet yoxdur. Hətta